Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb. Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X sinif yoldaşı N.V ilə mübahisə edib. Mübahisə nəticəsində çoxsaylı bıçaq zərbələri endirilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.